Sana Prezident İlham Əliyev sizə müraciət edirəm. Eləyir. Respublikasının Şərur rayonu 28 may küçəsi Döngə bir duruq bir sakin İsmailov Ələmdaroğlu. Atam İsmailov Ələmdar Ramazanoğlu 2016-cı ildə rəhmətə getdikdən sonra qardaşım İsmailov Rəşad Ələmdaroğlu mənim razılığım olmadan evi də və torpağı da sənədləşdirib anamın adına. Ondan da sonra torpaqdan 8 söz satıb. Torpaqdan 8 söz satılıbdır. Evdən və torpaqdan mənə düşən haqqımı, payımı mənə vermir. Sizdən xahiş edirəm, cənab prezident. Sizdən xahiş edirəm, yolu görürsünüzsə mənə bir köməklik edin. Cənab prezident, gördü videonu. Cənab prezident, gördü videonu sırada sağ kömək eləyəcək, eləmi? Mənim razılığım olmadan saxta sənəd hazırlayan şəxslərdə torpaq şöbəsinin müdürü. Belə problemlər mənə çox gəlir ha. Təkcə bugün 11 nəfər belə problemə görə mənə müraciət eləyibdi. Qabil bəy, mən xaricdə olmuşam, ya ölkədə olsam da notarusdan həll eləyiblər. Nə eləyiblər, saxta qol çəkiblər, atamın əmlakını satıblar. Bacımı, qardaşımı satıbdı və mənə pay verməyiblər. Gör milləti nə günə qoyublar. Əvvəl belə problem olardı mı? Olmazdı. İndi milləti nə günə qoyublar. Görürsünüz mü dəyərləmə? Belə problemlər İlham Əliyev nəhayət ki boynuna aldı. Baxın. Əsəd diktaturası artıq tarixin zibilliyinə göndərilib və bu davam edəcək. Amin inşallah, amin. İlham Əliyev deyir, Əsəd diktaturası tarixin zibilliyinə göndərildi. O da atadan götürübdü hakimiyyəti, bu da atadan götürübdü. O da 54-55 illik hakimiyyət idi, bu da 54-55 illik hakimiyyət idi. Görürsünüz, İlham Əliyev özü boynuna alır ki, özü mesaj verir ki, Əsəd diktatoru getdi, dağıldı, cəhənnəmə getdi, bu davam eləyəcək. Azərbaycan polislərinin əsl sifəti. Hamısı yazdı. Acı devlete işverənlə məşğulsan da. İşveren insan sana. Bu nədir? Deyil, özü polis. Benim işveren sana okşuyor. Deyirəm, həddi başmı? Sana okşuyor işveren. Həddi başmı? Aynen. Tansiyon danışmanı biliyor. Get işlə məşğul. Gede. Başına səni ver bura. Başına səni ver. Həmdən vermir ama. Gəlsin oğlum təxla. Gəl. Resəcəm nədən Gəlib belə olub, gəlib o zaman. Ne gettirablar benim içinde. Nə getmərsən sən böyüdür. Cəm nədən qoxuyar? Cəm nədən qoxuyar? Terbiyesiz seni kim olur? Seni Gördün sən oğlu verdi tərbiyəni. Özünə sən oğlun orada. savadlı değil, terbiyeli de. Oğlunu gördün sən oğlun tərbiyəsi. O fişkillərdə yaşında kişi yanlısı gətirir, o tərbiyədən danışır. Bu manat əskinazlarının üstündə o qədər yazırlar ki, baxın, manat əskinazlarının üstündə o qədər yazırlar ki, qabildən irəli, qabildən düzünə. Bax, sabah hökumətə gələndə sualımın biri bu olacaq, ha. Nə qədər manat əskinazlarının üstündə, nə qədər manat əskinazlarının üstündə qabildən irəli yazmışsan. Özü də hakimiyyət geta-getdə düzür yazmağın mənası yoxdur, ha. İndiki dönəmlərə aid çeklər var, ha, o mağazin çekləri, canlı yayınmı qoy, ya magazindən nə salımsan, onun ad familiya yox ki, onun çeki var. Onun çekini qoyursan stolun üstə, pulları da yazdığın pulları düzürsən, hamısının səsini çıxartmadan çəkirsən, bir mənə atırsan, bir də özünü də saxlayırsan. 5 məsələ var. Yenə deyirəm, 5 məsələyə birdən belə sən eşək deyir, at təpik vurub cənnətə düşməyəcəyik ki biz. Almaniyada o deyil, Hasan da olsaydı maşın almaq, hamı bahalı maşın sürərdi. Yəni, özəl hədiyyələr olacaq, devlətin hədiyyələri. Hədiyyələri olacaq devlətin. Suallar verəcəyim. Birinci,
qabil və qabil sevdiyi təşkilatlara, fəallara, siyasi məhbuslara maddi yardım edənlər, bir. Maddi yardım edənlər, bir. Ola bilər ərzaq yardım edib hansısa siyasi məhbuslara, fərqi yox. Maddi yardım edənlər, yəni pul yardımı. İkinci, media yardımı. Artıq əksəriyyətini tanıyırıq, kanallar açırlar, paylaşırlar. Media yardımı, media təbliğatı, sosial şəbəkə. Mən demirəm, öz get Facebookda bizim söyüşlü videomuzu paylaş, özünü də təhlükə altına at. Yox. Cavan uşaqlar bilir, adresin, adını səhv yazaraq sosial şəbəkələrdə fake kanallar aç, bizi paylaş. Xaricdəsənsə, Amerikada, Avropada, Türkiyədə açıq-aşkar paylaş. Burada nə var ki? O 10 illərlə Azərbaycana getmirsiniz. Geçsəz nə deyəcəklər? Deyəcəklər, qabilin, xalqın xeyrinə bir videosu paylaşımda, onu paylaşmırsın, səni tutduq, həbs elədi. Gedəndə telefonu götürmədə üstündə. Sadəcə sən paylaşım eləyirsən. Deməli, maddi yardım, media yardımı, üçüncü nə idi? Meydan yardımı, meydana çıxmaq. Meydana da hamı çıxacaq həmən vaxtı, mən bilirəm. Sadəcə bir məhəlləni, bir kəndi, bir nəsli arxasından apara bilən oğullara hörmət olunacaq. Bir də heç nəyi bacaramadın, eləmi? Heç nəyi. Heç nəyi bacaramadın. Manatın üstünə, qabildən düzünə, qabildən irəli nə qədər yazmısan, çıxart qoy ortaya. Videosunu qoy ortaya. Qoy videosunu ortaya. Bu, deyələmə, bu 4 dənə işi görən adamlar, indi özəl tanıdıqlarımız o başqa məsələdə. Mən şəxsən tanıdıqlarım adamlar var ki, onlara ehtiyac yoxdur bunu eləmək. Onlar mən bilirəm eləyirlər, mən bilirəm paylaşırlar, mən bilirəm, onlarla şəxsən əlaqə saxlayıram çoxsundan. Onları tanıyam, onlara ehtiyac yoxdur, mənə nə sat. Amma yenə də eləsinlər. Bütün manat əskinazları, manat, 5 manat, 10 manat, 20 manat, 50 manat, 100 manat fərq eləmir. Hamısının üstünə, bax belə yazırsınız, bax mənim canlı yayımımı qoyub, görürsünüz, bax pulu. Görürsünüz, canlı yayımımı qoyub, canlı yayım gedə-gedə, bax, yazdıqlarını da qoyub ora göstərir. Görürsünüz, nə qədər yazıbdır. Çoxdur, çox. Yəni, necə deyərlər, belə videolar çox, mən özüm efirə vermirəm. Birdən kiminsə səssiz adı çıxar, bura düşər səsi. Efirə belə şeyləri çox vermək istəmirəm. Dəyərli vətənlərim. Burada çoxlu yüzlüklər var, üstünə yazıb da sağ olsun. Bunlar hamısı özündə qeydiyyatdadır bunlar. Sadəcə nə bacarırsınız eləyin. Bu tendensiya ilə davam eləsəniz, İnanın Allaha, mənə göndərirsən, mən sabah sənə o sualı verəcəm. Heç nə eləyənməmsən, bunu da mı eləyənməmsən deyəcəm.